Təsəvvür edin ki, həyatın və kainatın ən böyük sirlərini anlamaq üçün nəhəng bir xəritə axtarışındasınız. Aha, maraqlı bir axtarışdır. Yəni, göy üzünün, ulduzların, ümumiyyətlə mənəviyyatın koordinatlarını tapmaq istəyirsiniz. Amma kimsə yaxınlaşıb, əlinizə sadəcə o xəritənin kağızını necə qatlamaq lazımdır, yaxud onu hansı qovluqda saxlamaq barədə quru, bürokratik bir kitabça verir. Heç bir dərinliyi olmayan bir kitabça. Tamamilə düzdür. Yəni, nə dağlar var o xəritədə, nə çaylar, nə də hər hansı bir istiqamət. Sadəcə qaydalar, nizamnamələr və kargüzarlıq. Təəssüf ki, bəzən reallıq məhz budur. Bəli, ilahiyyat dünyasına, xüsusən də müasir dövrdə, dinlə bağlı müzakirələrə addım atanda bəzən məhz bu qəribə, ruhsuz boşluqla qarşılaşırıq. Bugün də biz yenidən çox maraqlı mənbələrin hər tərəfli təhlilinə başvururuq. Masamızda doğrudan da çox dərin və düşündürücü bir material var. Dedi. Tədqiqatçı Necdet Subaşının İlahiyyat nədir adlı elmi məqaləsini təhlil edəcəyik. Yaxşı, yəni gəlin bunu aydınlaşdıraq. Niyə bugün dinlə bağlı müzakirələr bizi dərhal belə yoğurur? Bax, bu çox yerində verilmiş sualdır. İlahiyyat sözün əsl mənasında ilahi olanı anlamaq sənədidirsə, necə oldu ki, o bu qədər cansıxıcı, bürokratik bir mexanizmə çevrildi? Bilirsiniz, bu sualın cavabı əslində sadəcə dini mətnlərin içində gizlənməyib. Yəni, məsələ sosiologiya, dövlət siyasəti və ən əsası da tarixi böhranlarla dərindən bağlıdır. Deməli, ilahiyyat göydən belə hazır şəkildə paketlənmiş formada düşməyib. Qətiyyən. Qədim Yunanistandan tutmuş bugünə qədər o cəmiyyətlərin sağ qalma instinktlərinə, siyasi ehtiyaclarına görə davamlı olaraq forma dəyişdirib. O, dediyiniz quru kitabçanın arxasında əslində qanla fəlsəfi münaqişələrlə dolu çox böyük bir tarix dayanır. Hakimiyyət mübarizələri də daxil olmaqla. Bəli, əlbəttə. İnsanlar minilliklər boyu inancı sadəcə anlamağa yox, həm də onu sistemləşdirməyə, bir növ nəzarət altında saxlamağa çalışıblar. O zaman gəlin elə bu işin köklərinə, yəni qədim Yunanistana gedək. Gəlin gedək. Mənbəmiz qeyd edir ki, ilahiyyat və ya teologiya sözü Yunan dilində teos, yəni tanrı və logos, yəni elm və ya məntiq sözlərinin birləşməsindən yaranıb. Bu da artıq bizə ilkin siqnalı verir. Aha, yəni bu kör-körənə inanc deyil də, ilahi olanın məntiqi və sistematik axtarışıdır. Amma məqaləni oxuyanda məni sözün əsl mənasında çaşdıran bir məqam oldu. Hansı məqam? Dayan qoy bunu dəqiqləşdirim. Platon və Aristotel kimi böyük beyinlər ilahiyyatı mifologiya ilə eyniləşdirirdilər. Və bizə deyilir ki, İlyada və Odisseyanın müəllifi, o bildiyimiz dastançı Homer, əslində ilk ilahiyyatçılardan biri hesab edilirdi. Hə, kənardan çox təəccüblü səslənir. Mən də onu deyirəm də, yəni Homer necə ilahiyyatçı ola bilər? Axı o sadəcə Zevsin, Poseidonun macəralarını yazan bir şair idi. Çünki o dövrün cəmiyyəti üçün Tanrı haqqında danışmaq fəlsəfi bir tənlik qurmaq deyildi. Tanrı haqqında danışmaq bir hekayə danışmaq idi. Aha, yəni fəlsəfə yox, narrativ var idi. Düzdür. Homer və Hesiod cəmiyyətə sadəcə əyləncəli nağıllar danışmırdılar. Onlar bu hekayələr vasitəsilə kainatın necə işlədiyini, xeyirlə şərrin nə olduğunu izah edirdilər. Cəmiyyətin əxlaq kompasını formalaşdırırdılar, belə deyək. Tam olaraq. Onlar tanrılara şahidlik edən vasitəçilər idilər. Lakin cəmiyyətlər böyüdükcə, məntiqi suallar artdıkca, bu mifik izahlar yetərsiz qalmağa başladı. Xüsusilə də yeni dinlərin, məsələn, xristianlığın gəlişi ilə mənzərə dəyişdi yəqin ki. İmperiyası kimi nəhəng, mürəkkəb və intellektual cəhətdən inkişaf etmiş bir yerdə yayılmağa başlayanda, artıq sadəcə hekayələr danışaraq ayaqda qala bilməzdi. Yəni, rəqiblər çox güclü idi. Bəli, o, qarşısındakı fəlsəfi məktəblərə və inkarçılara qarşı özünü intellektual müstəvidə müdafiə etməli idi. Məsələn, İsa'nın eyni zamanda həm insan, həm də tanrı olması məsələsi. Yaxud da üçləmə, yəni təslis inancı. Aha, bax bunlar o dövrün ağlına sığmayan paradoksal məsələləri idi. Kilsə bunu izah etmək üçün mütləq rasional bir dilə, məntiqə ehtiyac duydu. Bilirsiniz, bu mənə tam olaraq müasir bir texnoloji prosesi xatırladır. Necə yəni? Sanki xristianlıq öz inanc sistemini yeni elmi mühitdə işlədə bilmək üçün Yunan fəlsəfəsindən istifadə edərək özünə bir növ software update, yəni sistem yenilənməsi etdi. Çox sərast bir analogiyadır. Doğrudan da belə oldu.
Müqəddəs Avqustin, daha sonra isə Thomas Akvinal kimi fiqurlar əslində bu yeni əməliyyat sisteminin proqramçıları idilər. Tamamilə razıyam. Xüsusilə də Akvinalının dövründə şəhərlər böyüyürdü, universitetlər yaranırdı. İnsanlar artıq hər şeyi məntiqlə izah etmək istəyirdilər və o da inancı Aristotelin məntiqi ilə zirixlədi. Zirihlədi, amma baxın, burada ən heyran edici olan odur ki, bu sistem yenilənməsinin çox ağır bir bədəli oldu. Hansı mənada? Kilsə inancı xilas etmək üçün Aristotel fəlsəfəsindən istifadə edəndə, əslində fəlsəfəni inanca tabe etdi. Unutmayaq ki, fəlsəfə heç bir sərhəd tanımayan azad axtarışdır. Aha, amma ilahiyyat əvvəlcədən verilmiş həqiqətə əsaslanır. Düzdür, ilahiyyat vəhyə cavabdehdir. Kilsə fəlsəfədən istifadə edəndə azad axtarışı dayandırdı. Çünki məqsəd yeni bir şey kəşf etmək deyildi. Dogmanı qorumaq idi. Bəli, ilahiyyat sanki fəlsəfənin kəskin qılıncını aldı, amma onunla ancaq öz qalasını qorudu, yeni torpaqlar kəşf etmədi. Bu çox incə və vacib bir məqamdır. Yaxşı, əgər xristianlıq fəlsəfəni öz qalasını qorumaq üçün istifadə etdisə, bəs İslam dünyasında bu necə formalaşdı? İslamda dinamika tamam fərqli idi. Yəni, xristianlıqdakı o fəlsəfi axtarışların şərq ekvivalenti nə idi? Çünki Subaşının məqaləsi burada olduqca fərqli bir arxitektura cızır. Bəli, xristianlıqda diqqət o müqəddəs və sirli olanın izahına yönəlmişdisə, İslam dünyasında ehtiyaclar başqa idi. Gündəlik həyatla bağlı ehtiyaclar yəqin. Əlbəttə. Onlar çox qısa müddətdə böyük imperiyalar qurdular. Ticarət necə olacaq, dövlət necə idarə olunacaq, bunları fəlsəfi mübahisələrlə həll etmək olmazdı axı. Bəs teologiya necə tətbiq olunurdu? Qərbdəki teologiyaya ən yaxın olan İslami elm kəlamdır. Amma kəlam mətnlərin dərin fəlsəfi mənasını axtarmaqdan çox, fəlsəfi şübhələrə və inkarçılara qarşı inancı müdafiə edən bir qalxan rolu oynayırdı. Bura sadəcə çox maraqlı deyil, həm də mənim üçün tam bir aha anıdır. Necə yəni? Nə kəşf etdiniz? Deməli, İslamda kəlam daha çox qapıda dayanan mühafizəçiyə bənzəyir. Xarici fəlsəfi təhlükələri dəf edir. Düzdür. Amma daxildə binanın memarlığını, nəzəriyyəsini quran əslində hüquq metodologiyasıdır, yəni fıqh üsuludur. Düz başa düşürəm? Tamamilə düz başa düşürsünüz. Bunu böyük mənzərəyə bağlasaq görərik ki, İslamdakı əsl teoloji quruculuq elə hüquq vasitəsilə olub. Sənə necə dua edəcəyini, ticarət edəcəyini məhz fıqh müəyyən edirdi. Bəli, Qərb dinin fəlsəfi çərçivəsini müzakirə edərkən, İslamda din hüquqi və ictimai normaların yaradıcısı kimi həyatın hər hüceyrəsinə nüfuz edirdi. Möhtəşəmdir. İndi gəlin ilahiyyatın bu tarixi və fəlsəfi köklərini anladıqdan sonra məqalənin əsas məğzinə, müasir dövrə keçək. Yəni, Cümhuriyyət dövrü Türkiyəsinə. Bəli, burada əvvəlcə qeyd edim ki, biz heç bir siyasi tərəf tutmuruq, yəni dövlətin və ya ilahiyyatçıların tərəfini saxlamırıq. Sadəcə Subaşının təhlilini oxuyuruq. Əlbəttə, sadəcə elmi analizi müzakirə edirik. Müəllif iddia edir ki, müasir Türkiyədə ilahiyyat müstəqil elmi axtarış kimi deyil, dünyəvi dövlətin siyasətini tamamlayan funksional bir alət kimi formalaşdırılıb. Çünki tarixi ideallarla reallıq toqquşurdu. Yəni, gəlin bunu tam anlayaq. Dünyəvi bir dövlət, əslində dinin ən dərin fəlsəfəsini öyrənməli olan bir sahəni özü dizayn edir. Bu biraz paradoksal deyilmi? Elə müəllif də məhz bu paradoksu vurğulayır. Dövlət ilahiyyatı dinin rasionallaşdırılması proqramının bir hissəsinə çevirib. Yəni dini nəzarətdə saxlamaq üçün. Bəli, müasir respublika dəyərləri ilə toqquşmayan təhlükəsiz bir versiya yaratmaq üçün. Nəticədə azad teologiya yox, müdafiəyə meyilli bir struktur yaranıb. Məqalədə deyilir ki, müasir Türkiyə ilahiyyatında teoloji dərinlik yoxdur. O, daha çox dini mövzuların antropoloji tədqiqatına çevrilib. Baxın, antropologiya məsələsi çox kritikdir. Yəni, mən kənardan bir zoolog kimi baxıram ki, insanlar necə dua edir, amma inancın daxilinə, fəlsəfəsinə enmirəm, eləmə? Tam olaraq belədir. Dini sadəcə sosioloji fenomen kimi öyrənirlər. İlahiyyatçılar fərdi yaradıcılıqdan uzaqdılar, bir-birlərini oxumurlar. Hətta mürəkkəb, qapalı bir jargonla danışırlar və bir-birlərindən xəbərdar deyillər. Düzdür. Ənənə ilə müasirliyin isə ancaq çox səthi bir sintezi var. Bəs niyə belədir? Niyə müasir ilahiyyatçılar fəlsəfi suallardan bu qədər uzaqdır? Çünki onların yetişdirildiyi fakültələrin məqsədi fərqlidir. Aha, gəldik məqalədəki o kadr fabriki məsələsinə. Bəli.
İlahiyyat fakültələrinin müfrədatına, yəni tədris planlarına baxanda nəyə nail olmaq istədikləri aydın deyil. Tam bir xaos var deyəsən. Həm ənənəvi, həm də müasir mövzular xaotik şəkildə bir yerdədir. Əsas məqsəd fəlsəfi axtarış mərkəzi olmaq deyil. Bəs nədir? Cəmiyyətin ehtiyac duyduğu kadrları, yəni Diyanət üçün müftü, vaiz, imam xətib məktəbləri üçün müəllimlər yetişdirməkdir. Din sadəcə bir bilgi obyektinə çevrilir. Tələbə gəlir, bu konveyer lentindən keçir və diplomunu alıb gedir. Bəli, ruhani axtarış unudulur. Bəs, yəni bütün bunların mənası nədir? Gəlin biraz şeytanın vəkili rolunu oynayayım. Buyurun. Mən dinləyici olaraq düşünə bilərəm ki, məgər dövlətin standart, nəzarət edilə bilən və ekstremizmdən uzaq din xadimləri yetişdirmək istəməsi normal deyilmi? Cəmiyyətin sabitliyi üçün bu lazımdır axı. Bu çox vacib bir sual doğurur. Praktiki və sosioloji baxımdan dövlətin bu ehtiyacı anlaşılandır. Amma bir amma var deyəsən. Bəli, bunun bədəli böyükdür. Müəllif deyir ki, sən bəlkə ekstremizmin qarşısını alırsan, amma ilahiyyatın ruhunu öldürürsən. İlahiyyatçılar sadəcə quru məlumat ötürən peşəkar elita halına gəlirlər. Elədir. Onlar gündəlik dini həyatın real böhranlarına cavab verə bilmirlər. Çünki o fəlsəfi dərinlik qurban verilib. Və əgər fakültələr sadəcə bürokrat yetişdirirsə, fəlsəfə dayanıbsa, o zaman inanan insan müasir dünyanın sualları ilə tək qalır axı. Tamamilə tək qalır. İlahiyyat bugün yaradılış, təbiət elmlərinin inkişafı kimi böyük suallara cavab verə bilmir. Yəni biz informasiya əsrində yaşayırıq, James Webb teleskopu ilə kainatın sirlərini kəşf edirik. Süni intellekti, kvant fizikasını müzakirə edilir. Aha, amma teologiya bizə köhnə kitabların səhifələrindən əzbərçiliklə cavab verir. Dindar insan müasir həyatın o xaosu içində cavabsız qalır axı. Məhz məqalənin yekun fəryadı da budur. Bu vəziyyət fərdlə yaradan arasındakı münasibəti kökündən sarsıdır. Din ya tamamilə dünyəviləşdirilib, sıravi bir ictimai adətə endirilir, ya da reallıqdan uzaqlaşıb göylərə çəkilir. Bəli, buna görə də dinlə mübahisə etmək yox, onunla yenidən üzləşmək lazımdır. Yeni elmi kəşfləri anlayan, dini ehkamçı yox, anlaşılıq bir yolla izah edən yeni ilahiyyatçılara qorxunc bir ehtiyac var. Ciddi intellektual bir tələbat var. Çox gözəl ümumiləşdirmədir. Gəlin mənbəyimizdən bugün öyrəndiklərimizi qısaca yekunlaşdıraq. Məncə də əsas fikri toparlamaq lazımdır. İlahiyyat sadəcə qədim mətnlərin tozunu almaq və onları oxumaq deyil. O, inancı yaşadığımız kainatın qanunları və müasir suallarla bir araya gətirmək sənətidir. Düzdür. Bu sahəni sadəcə dövlət bürokratiyasına və ya müdafiə reflekslərinə təslim etdikdə, onun həyatiliyi itir. Tamamilə razıyam. Və bugünün sonunda sizləri, yəni dinləyicilərimizi yeni və provokativ bir düşüncə ilə baş-başa buraxmaq istəyirəm. Çox maraqlıdır, buyurun. Əgər ənənəvi ilahiyyat fakültələri sadəcə dövlət məmuru yetişdirməklə məşğuldursa və rəsmi ilahiyyatçılar fəlsəfədən bu qədər uzaqlaşıbsa, sizcə gələcəyin əsl ilahiyyatçıları kimlər olacaq? Dərin sualdır. Bəlkə də gələcəkdə dinin və Tanrının ən dərin analizini rəsmi diplomlu şəxslər yox, fiziklər, neyrobiyologlar verəcək və ya hətta inkişaf edən süni intellektin etik sualları ilə məşğul olan müstəqil mütəfəkkirlər. Doğrudan da düşünməyə dəyər. Məncə də bu inancın yeni bir xəritəsini cızmaq deməkdir. Bugün də bizə qoşulduğunuz və vaxtınızı bizimlə böldüyünüz üçün çox təşəkkür edirik. Həmişə öyrənməyə və fərqli perspektivlərə açıq olun. Mən də təşəkkür edirəm. Sual verməkdən heç vaxt çəkinməyin. Növbəti dəfə yeni mənbələrin dərinliyində görüşənədək.